Salam əziz tələbələrim. Bugün sizə passive voice haqqında məlumat vermək istəyirəm. Passive voice ümumiyyətlə nə deməkdir? Passive voice məhsul növüdür. Məhsul növü də düzəltmək üçün bizə mütləq tamamlıq lazımdır. Sizin üçün bəzi qeydlər götürmüşəm. Gəlin o qeydləri nəzərdən keçirək. Deməli, cümləmizə baxaq. Birinci mübtədə xəbər tamamlıq. Deməli, passive voice düzəltmək üçün bizə nə lazımdır? Tamamlıq. Tamamlığımız varmı? Əgər cümlədə tamamlıq varsa, o passive voice-dir. Yox, əgər cümləmizdə tamamlıq yoxdursa, o passive voice deyil. Yəni, passive voice haqqında daha ətraflı məlumatı digər dərslərimizdə sizə öyrədəcəm. Gəlin indi cümlələrimizə baxaq. Məlum növdə John washed the dishes. Deyək ki, John qabları yudu. Keçmişdə washed. Washed demək ididir, keçmişi bildirir. Məhsul növdə isə olur. Demişəm axı tamamlıq varsa əgər cümlədə the dishes qablar nəyi yudu John? Qabları yudu. Azərbaycan dilində olduğu kimi, nəyi, bunlar məhsul tamamlığı düzəldir. Tamamlığın sualına cavab verdimi? John nəyi yudu? Əgər cümləyə fikir verin. Cümlədə nəyi sual sözü varsa, deməli həmin cümlədə tamamlıq 100% vardır. İndi deyir, John nəyi yudu? The dishes qabları. İndi məhsul növdə tamamlıq cümlənin əvvəlinə keçir. Baxın, the dishes. Dishes sözdə cəmdə olduğu üçün was yox, were olacaq. Were washed by John. Deyir ki, qablar John tərəfindən yuyuldu. Bu by da olmaya bilər. Məsələn, bu byın üstündən xətt çəksək, by ilə John'u götürsək, onda qablar yuyuldu. Məhsul növdür, bilmirik qabları kim yuydu. Amma məlum növdə bilirik ki, qablar John tərəfindən yuyulub. Məhsul növdə isə o bilinmir. Məhsul növdə by sözünü vasitəsilə düzəlir. By isə tərəfindən kimi tərcümə olunur. Bunun yanında mənası da var, amma bu cümlədə sözü düzdür, by sözünüdür, amma elə tərcümə olunmur. Yəni tərəfindən tərcümə olunur. Məhsul növ necə düzəlir? To be-nin, yəni əsas feilin 3-cü forması. To be, am, is, are-ın 3-cü forması ilə. Participle to ilə düzəlir. Participle one-ı biz öyrənmişdik ki, ing-dir. İndiki davam edici zaman formasında. Participle to isə ididir, idi şəkilçisidir. Gəlin, baxın, məsələn, to be köməkçi feili şəxsə zamana görə dəyişir. Yəni, am, is, are şəxsə zamana görə dəyişə bilir. Keçmişdirsə was olur, sonra ve olur. Amma lakin participle to, yəni ikinci tərəfi, idi ilə olan hissəsi, məsələn, baxın, burada washed. Görürsünüzmü, bu idi bütün zamanlarda olduğu kimi qalır. Yəni, bu dəyişilmir. Amma bu, məsələn, were washed dəyişilir, is ola bilər, are ola bilər, is being ola bilər, are being ola bilər, fərqi yox. Yəni, bu dəyişir. Ancaq ikinci hissə, idi olan hissə həmişə olduğu kimi ididə də qalır. Gəlin, indi baxaq. İndiki sadə zamana fikir verək. İndiki sadə zaman bildiyimiz kimi am, is, are plus participle to. Participle to nə dedim? İdi. Baxın cümləyə. Məlumda verir ki, Ali sends the letter. Əli məktubu göndərir. Deməli, sends. Amma təsdiqdə bax, məhsul növdə isə məktub nəyi göndərir Əli? Məktubu. Deməli, nəyi? Tamamlıqdır. Məktub keçir cümlənin əvvəlinə. Ali, the letter, məktubla təkdə olduğu üçün is sent, bu by Ali'ni yazmışam ki, yəni Əli tərəfindən də göndərilə bilər. Məktub göndərilir də ola bilər. Yəni bilinmir kim tərəfindən göndərilir. İndi gəlin növbətinə baxaq. Keçmiş sadə zaman. Keçmiş sadə zamanı bilirsiniz. Was, were plus participle to. Gəlin baxaq. Ali sent the letter. Yəni sentə fikir verin, sent keçmişdədir. T. Amma da olsaydı indiki də olurdu. Sent. İnkarda məhsul növdə isə the letter yenə keçir cümlənin əvvəlinə. The letter sent, was sent by Ali. Deməli, letter sözü təkdə olduğu üçün was olur. Gələcək sadə zamanda will be, shall be. Shall be o qədər də istifadə olunmur. Ən çox will istifadə olunur cümlələrdə. Ali will send the letter. Əli məktubu göndərəcək. Deməli, will, acaq kimi tərcümə olunur. Gəlin, yenə tamamlığımızı qoyaq. The letter will, bunun b'si olmalıdır. Will be. Elə çünki passive voice gələcək sadə zamanda will be ilə düzəlir. The letter will be sent by Ali. İndiki davam edici. Am, is, are. Bilirdik axı indiki davam edicilərdə. Ümumiyyətlə davam edicilər participle one ilə düzəlir. Yəni ing ilə. Ona görə be burada gördünüzmü sadədir. Ing-sizdir. Amma davam edicilərdə ing olduğu üçün burada being olur. Be olmur. Am, is, are plus being plus yəni participle to. Yəni olduğumuz kimi participle to olduğu kimi qalır. Yəni dəyişmir. Ali is sending the letter. Əli məktubu göndərir. Yəni hal-hazırda göndərir. The letter yenə keçir cümlənin əvvəlinə. Is being sent. Yəni gördünüzmü bu being gəlir cümləyə. Xəbərdən sonra. Is being sent by Ali. Gəlin indi keçmiş davam edici. Keçmiş davam edici də yenə ing ilə düzəlir. Was, were.
Was were. Baxın bunun. Bu keçmiş sadədir. Was were-südür. Bu keçmiş davam edicidir, amma bunun ING-si də var. Bunu heç vaxt hədlə qarışdırmayın. Çox tələbələr hədlə qarışdırır. Həd davam edici deyil. Həd ümumiyyətlə keçmiş, bitmişdir. Ona görə gəlin cümləyə baxaq. Ali was sending the letter. Was-u gördükmü? Gördük. ING-də mi gördük? Bunu avtomatik biləcəyik ki, keçmiş sadə yox, keçmiş davam edicidir. Gəlin indi baxaq. The letter was being, baxın, was. Letter məktub sözü yenə təkdə olduğuna görə was, being də gəlir yanına. Was being participle to. Olduğu kimi qalır. Sent by Ali. Sent də olmamalıdır. Da olsa indiki sadə zamandır. Yəni, sent keçmişdədir. Olur nə? The letter was being sent by Ali. Başa düşdünüzmü məhsul növü? Ümumiyyətlə, məhsul növü haqqında məlumatımız daha genişdir. Bunun gələcək davam edicisi də var, keçmiş bitmişi də var, keçmişə nəzərən gələcəyi də var. Yəni, haqqında məlumatlar çoxdur. Elə cümlələr var ki, orada deyir passive voice olmayan cümlələri seçin. Bunun haqqında ətraflı sizə məlumat inşallah verəcəm.